Həqiqətən çox pis şeydir ki, insan rəhbərinə, böyüyünə ağ olur. İnsan öz ustadına, rəhbərinə, öz qabaqda gedəninə ağ olmalı. Onun yaxşılıqlarını görməməyi, onun çalışmaq ki, hər yanda pisliyi axtarmalı. Allah Musanın qövmünü qınayır. Niyə qınayır? Ona görə ki, rəhbərlərinə qarşı üzü ağ olur. Bugün İmam Zaman bizim rəhbərimizdir. Qeybdədir, onun yerinə naibləri var. Nə çox insanlar ki, öz öndə gedən ümmətin rəhbərlərinə qarşı üzü ağ olurlar. Onların dalınca min dənə söz danışırlar, min dənə kələk gətirirlər, min dənə iftira, böhtan, vallah deyilən o şeyi eləyən insanlar Qurana nəzər salsınlar. Allah Bəni İsrail qövmünü qınayırsa, şiddətli şəkildə onların əməllərin günah sayırsa, səbəbi bu idi ki, öz rəhbərlərinə qarşı nankor çıxdılar. Bugün əgər İslam alimlərinə qarşı, öndə gedən rəhbərlərə qarşı nankor çıxan insanlar eynən Bəni İsrailin o qövmü ilə bunlar arasında bir fərq yoxdur. Çünki yaxşılığın qabağında, onlara yaxşılıq edən insanların qabağında daim pislik. Bu, yenə deyirəm, ya Bəni İsrail, ya o şəxslər. Yəni, insan çalışmalıdır ki, belə şeylərdən uzaq olsun. Yəni, bu, əsas dənə söz danışırlar, min dənə təhqir edirlər bizim bu rəhbərlərimiz. Amma cavabında nə olur? Cavabı bu olur ki, onlar mücahiddir, onlar mömindir, onlar əməl sahibidir və s. və ilaxır. Yəni, onların danışda artıq söz demək olmaz, onlara həmd eləmək olmaz. Danışıblarsa mənim haqqımı danışıblar, mən onlar haqqımı, yəni belə deyək də, halal edirəm. Yəni, böyük insanların xüsusiyyəti budur. Bizim böyük alimlərimizin xüsusiyyəti budur ki, onlar da öz köklərin Əhl-i Beytdən götürüblər. Əhl-i Beytin əxlaqı ilə əxlaqlanıblar.